Nəqliyyat naziri və Azerioservis Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayonunda apardığı təmir-tikinti işləri ilə əlaqədar olaraq bir neçə küçə təmirə bağlanıb. Atatürk prospekti ilə Əcəmi-Naxçıvanski küçəsinin kəsişməsinə dək olan hissədə yol bərbad vəziyyətdə idi. Artıq Nəqliyyat naziri və Azerioservis yolun təmir işlərinə start verib. Binəqədi rayonu Atatürk prospektinin Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi-Naxçıvan küçəsinin kəsişməsinə də olan istiqamətdə, hər iki istiqamət üzrə. Bundan başqa uzun müddətdir ki, təmir olunmadığı üçün yol hərəkət hissəsi sıradan çıxmış Şövkət Məmmədov küçəsinin Əcəmi-Naxçıvani küçəsi ilə Cəfərxandan küçəsi arasındakı olan hissəsində, Əcəmi-Naxçıvani küçəsinin Ağasadıq Gəraybəli küçəsi ilə Atatürk prospektinin arasındakı olan hissəsində təmir-tikinti işlərinə start verilib. Nəqliyyat naziri və Azerioservis Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi nəzarəti altında aparılan təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənəcək, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları da dəyişdiriləcək. Yol hərəkət hissəsinin artıq yeni asfalt beton örtüyünün vurulması üçün tam hazır vəziyyətə gətirilib. Köhnə asfalt beton örtüyü qaşınaraq da ərazidən daşınıb. Bundan başqa zəruri olan yerlərdə yol yatağı bərk edilib və artıq yaxın günlərdə ora yeni asfalt beton örtüyünün döşənməsi planlaşdırılır. Yaxın bir neçə gün ərzində tam olaraq sürücülər yeni görkəmdə istifadəyə verilmiş o küçələrdən istifadə edə biləcəklər. Mətbuat xidmətinin rəhbəri bildirdi ki, Binəqədi rayonunda daha bir neçə küçə təmir olunaraq sakinlərin və sürücülərin istifadəsinə verilib. O cümlədən Binəqədi rayonunda 7-ci mikrorayonda yerləşən Abay Kulanbayev küçəsində də artıq dünəndən etibarən o yol tam olaraq yeni görkəmdə sürücülərin ixtiyarına verib təmir edilərək. Vüsal Lalayev, Səbuhi İskəndarov, İnteraz Bakı.